Salam uşaqlar, funksiyaya aid belə bir suala baxaq. Şəkildə demək, mənfi 3x plus 12 funksiyası verilmişdir. Bizdən A və B-nin cəmini soruşur. Biz fikir versək görərik ki, A nöqtəsi, yəni x-in üzərindədir. Demək, x-in üzərindədirsə, y-i 0 olmalıdır. Biz y-ə 0 verib həll edərik. Yəni 0 bərabərdir mənfi 3x plus 12. Buradan biz x-i tapsaq, 4-ə bərabər olar. A nöqtəsi demək 4-dür. İndi B nöqtəsini tapmalıyıq. B nöqtəsi də y-in üzərində olduğu üçün demək x-i 0-dır. Buradan biz x-a 0 versək, yəni mənfi 3 vurulsun 0 plus 12. Demək 12 eləyər. Y-imiz də 12-yə bərabər olar. Yəni B, y deməkdir də burada. B bərabərdir y. Y-imiz 12-dir. X-imiz neçədir? 4-dür. Bizdən x plus y, yəni A plus B cəmini soruşur. 12 ilə 4-ü toplasaq 16. Cavab 16. Yəni burada fikir vermək lazımdır ki, A nöqtəsi x-in üzərindədirsə, demək y-i 0-dır. B nöqtəsi y-in üzərindədirsə, demək x-i 0-dır.